Bu gecə Cəmadül-Axir ayının 3-cü gecəsi Həzrəti xanım Fatimə Zəhranın şəhadət gecəsidir və şəhadətinə təsadüf eləyən əsas gecədir, əsas ehtimaldır. Və biz bu gecə Peyğəmbər qızının, imamət anasının, imamlar anasının, imam yoldaşının və öz anamızın, ümmətin anasının əza məclisində, şəhadət məclisində iştirak edirik. Xanım Fatimə Səlamullahi Aleyha İmam Əlinin vilayəti yolunda şəhid olan xanımdır. Və mən bu gecəni söhbətimizdə heç bir müqəddimə eləmədən mövzunun əsas hissəsinə keçmək istəyirəm. Çalışacağam az danışım xutbəni, biraz zikri müsibət deyib əzadarlıq eləyərik. Söhbətimə Həzrəti xanım Fatimə Zəhra Salamullahi Aleyhanın özünün son günlərində o ki gəldi Əli əleyhissalamı Mədinə məscidində müdafiə elədi, öz haqqını tələb elədi və pərdə arxasından müsəlmanlarla danışdı. Həmin xutbəsindən bir neçə cümləni seçmişəm, onları sizin üçün oxuyum və o sözlərin ətrafında bir mövzuya işarə eləyək. Xanım gəldi Mədinə məscidinə, cəmaatla bir xeyli danışdı. O danışdığı sözlərin içində bu cümlələr var idi. Dedi ki, siz tövhid kəlməsini, tövhid yəni Allahın təkliyini, la ilahə illallah kəlməsini, ümumilikdə elə İslamı, İslamın nəzəri bilgilərini, siz tövhid kəlməsini Allahın bütün çirkinliklərdən pak qərar verdiyi və nurani və iffətli şəxslərin vasitəsilə dilvüzə gətirə bildiniz. Yəni bu la ilahə illallah ki deyirsiniz, bunu kimin sayəsində deyə bilirsiniz? Allahın pakladığı şəxslərin sayəsində, onların vasitəsilə. Nurani insanların vasitəsilə, iffətli insanların vasitəsilə. Davamında buyurur, hər dəfə şeytan öz buynuzun çıxardanda, müşriklər düşmənçilik səbəbilə İslama hücum eləyəndə, Peyğəmbər qardaşını həmin düşmənin üzərinə göndərirdi. O bütün əziyyətlərə Allaha xatir dözərək, ilahi əmri yerinə yetirmək üçün hədsiz bir səy göstərirdi və döyüşə girərək düşmənin qol qanadın ayağı altında əzməmiş, müxaliflərin odunu öz qılıncı ilə söndürməmiş, meydandan geri dönməzdi. O Peyğəmbərə ən yaxın insan idi. O Allah dostlarının seyyidi idi. O yaxşı işlər görmək üçün daim tələsirdi. Və bu yolda çoxlu əziyyətlər çəkirdi, səy göstərirdi və Allah yolunda gördüyü işdə də heç bir kəsin danlağı onu öz yolundan saxlamırdı. Diqqət edin, xanım Zəhra nəyi təqdim eləyir və kimi təqdim eləyir? Burada söhbət kimdən getdi? Əmir əl-Mominin Əli əleyhissalamdan və Əhl-i Beytdən. Xanım Fatimə müsəlman ümmətinə xatırlatma eləyirdi ki, Mədinə cəmaatına xatırlatma eləyirdi ki, siz kimi məzlum elədiniz, kimi gücsüz qoydunuz, kimi dəstəksiz qoydunuz. Həzrəti Fatimənin xutbəsinin bu hissəsindən oxuduğum hissədə o Əmir əl-Mominin Əli əleyhissalamın haqqını müdafiə eləyirdi və bu cümlələrlə başa salırdı ki, o Peyğəmbərə ən yaxın insan idi, Allah dostlarının seyyidi idi, yaxşı işlər görmək üçün daim tələsirdi. Yəni ümmət, yəni ay insanlar, ay müsəlmanlar, xanım Fatimə bizə öyrədirdi ki, mənim dərdim ümmətin Əliyə qarşı olan bu laqeydliyidir. Mən buna görə fəryad eləyirəm, buna görə gəlmişəm məscidə sizinlə danışıram. Mən buna görə şəhid oluram, mən buna görə qəzəbliyəm və mən buna görə bu günləri
üzümü tutub sizə söz deyirəm ki, siz o kəslərə görə ki, la ilahe illallah öyrəndiniz, din öyrəndiniz, indi o kəsləri məzlum eləmisiniz. Həzrəti Əlini müdafiə eləyirdi. Əmir əl-Mominin Əli əleyhissalam kimi idi, yəni Allahın vəlisi, yəni Allahın yer üzərindəki vəlisi. Xanım Fatimə bizə öyrədir ki, Allah tövhid kəlməsini Allahın pak elədiyi Allah dostlarının vasitəsilə öyrədir. Çünki ən təmiz xətti, tövhid xətti, həmin təmiz xətti ən təmiz insanlar öyrədə bilər. Qur'anı və Əhl-i Beytdən öyrənə bilərsiniz ən təmiz xətti. Əhl-i Beytə və Əhl-i Beytin vilayəti ilə tövhidin əlaqəsi, Əhl-i Beyt və tövhid, bunların əlaqəsini mənə desələr necə izah eləyə bilərsən? Mən bir nümunə çəkərəm sizə. Namazla dəstəmazın əlaqəsi nə qədədir? Nə qədər bir-birindən asılıdırlar? 100 rükət namaz qıl, dəstəmazın olmasın, alma dəstəmaz. Nə mənası var onun? Kimə lazımdır o? Qəbul deyil, əvvəldən səhvdir. Tövhidlə də Əhl-i Beytin əlaqəsi namazla dəstəmazın əlaqəsi kimidir. Əgər o tövhidi ki, Qur'andan və Əhl-i Beytdən öyrənmirsənsə, hər ikisindən eyni paralel vaxtda mənimsəmirsənsə, deməli tövhid problemli olacaq. Bizim buraxacağımız ən böyük səhv, xanım Zəhra bunu başa salırdı ümmətə ki, buraxa biləcəyiniz ən böyük səhv Əhl-i Beyti sadəcə sevməklə kifayətlənməkdir. Dilimizə əzbərlətdirirlər, Əhl-i Beyti sevənlər hamımız. Ancaq sevməklə kifayətlənmək buraxa biləcəyimiz ən böyük səhvdir. Əhl-i Beyt həm sevilməli idi, həm də itaət olunmalı idi. Bizim gözümüzə soxmaq lazım deyildi, sevirik Əhl-i Beyti, sevin Əhl-i Beyti. Biz sevənlərik Əhl-i Beyti. Bəs o sevginin yanında itaət hanı? Bəs o sevginin yanında onların buyurduqlarına təslimiyyət hanı? Bəs o sevginin yanında Əhl-i Beytə tabi olmaq hanı? Quru-quru sevgi ilə nə dəyişər, nə çıxır quru-quru sevgidən ki? Əhl-i Beytin vilayəti, yəni tövhidin bələdçilərini tanımaq. Allaha gedən yolun, ən xalis yolun bələdçisini tanımaq. Bilməlisən ki, səni kim aparır Allaha tərəf? Allaha gedən yolu hamıdan yaxşı tanıyanlar və hamıdan surətli Allaha tərəf aparanlar. Əhl-i Beytin vilayəti yəni bu. Əhl-i Beytin vilayəti yəni tövhidin əməli nümunələri. Əhl-i Beytə bax, tövhid prinsipinin əməlin nümunəsini görərsən. Onların əməllərinin nə sağında, nə solunda, nə sükutlarında, nə danışıqlarında, nə hərəkətlərində Allahdan qeyrisinin razılığı üçün bir şey görə bilməzsən. Nə ömürlərinin saniyəsi, dəqiqəsi, günü var idisə, Allah yolunda xərcləyən adamlardır. Hər anları Allah üçündür və tövhidin əməli nümunələridirlər. Quran-ı Kərimdə Qafir surəsində 38-ci ayədə Allah bizə bir mömin adamın dilindən bir cümlə eşitdirir. Həmin mömin adam peyğəmbər olmayıb, mömin insandır. Allahın mömin bəndəsidir. Onun dilindən bir cümlə işlədir bizə Allah. Quranda eşitdirir. Buyurur, 38-ci ayə Qafir surəsi, buyurur, və qaləlləzi əmənə. Dedi, iman gətirmiş bir adam, bir nəfər dedi, Yə qavmi, ey mənim qövmüm, Yə qavmi ittəbi'uni əhdikum səbilə'r rəşəd. Ey mənim qövmüm, mənə itayət edin ki, sizi doğru yola yönəldim, işıqlı yola yönəldim, düz yola yönəldim. Allah bizə doğru yola yönəlməyin düsturunu bu ayə ilə açıqlayır və necə başa salır ki, doğru yola yönəlmək üçün özü doğru yolda olanlara itaət eləmək lazımdır. Qövmünün bir mömin adamı necə cəmaatı dəvət elədi Allaha?
Deyir, cəmaat, mən özüm doğru yoldayam. Hidayət olub da adam. Əmindir insan doğru yolda olduğuna, mömindir. Deyir, mən doğru yoldayam, itaət eləyin ki, siz də doğru yola apara bilim də. Məni sevməklə hidayət olmayacaqsınız, ha? İtaət eləməklə, yəni mən deyənə əməl eləyin ki, mən də sizi hidayət eləyə bilim. Bax, təsəvvür edin, siz hamınız mənə çox istəyirsiniz, gəlib bura oturursunuz. Heç bir dediyim sözə əməl eləmirsiniz, amma mənə çox istəyirsiniz. Nə qədər siz hidayət ola bilərsiniz? Mənim danışdığım heç bir sözə əməl eləməyin, əksin eləyin. Hidayət neməti sizcə artar hidayətiniz. Çünki mən burada vəzifəm nədir? Peyğəmbərin hədislərin, Qur'an-ı Kərim ayələrini sizə oxuyub, içi özüm qarışıq, hamımızın hidayətinə vəsilə olmaq. İndi bu hidayətə vəsilə olmaq üçün ancaq məni sevmək önəmli deyil axı, deyilən sözə əməl eləmək, yəni deyilən sözə itaət eləmək lazımdır. Deyilən sözə itaət yoxdursa, yəni düz yolda olana itaət yoxdursa, hidayət olmaq mümkün də olmayacaq axı. Yarımçıq hidayət olacaq. Ona görə də özünün hidayətində heç bir nöqsan olmayan, Allahın Qur'an-ı Kərimdə bütün növ çirkinliklərdən təmizlədiyi və bizim hamımızı da onlara məvəddət, yəni itayət dolu məhəbbət göstərməyi Allahın bizə əmr elədiyi Əhl-i Beytdir ki, onlara itayətlə hidayət ola bilərik. Qur'an deyəndə ki, ihdinəs sıratal müstəqim, hər gün namazda oxuyuruq. Bizi doğru yola hidayət elə, dərhal nə deyirik? Sıratallazina ən'amtə aleyhim. Nemət verdiyin şəxslərin yoluna. İlahi, nemət nədir? Ən gözəl nemət nədir? Ən gözəl nemət hidayət nemətidir. Ən gözəli hidayət nemətidir. Sən kimə o neməti vermisənsə, bizi də onların yoluna yönəlt. Əhl-i Beyt bu hidayət neməti verilən insanların ən gözəl nümunəsidir. Ən praktiki nümunəsidir, ən sağlam nümunədir. Allah da bizə deyəndə ki, ihdinəs sıratal müstəqim, dərhalda nümunəsini də deyir. Boş-boş havadan belə hidayət olmaq belə olur, yox elə olmur. Hidayət olmaq üçün hidayət olanların yoluna yönəlmək lazımdır. Hidayət olanlara bənzəmək, onlara itaət eləmək lazımdır ki, hidayət olasan. Əhl-i Beyt, yəni Allaha gedən yolu tanıyan insanların vilayəti. Hidayət yolunu tanıyan insanların vilayəti, özləri Allah tərəfindən hidayət olunanların vilayəti. Əhl-i Beyt, yəni bir an belə olsun Allahsız yaşamayan insanların vilayəti, təməlindən Allah üçün yaşayanların, Allah üçün doğulanların, Allah üçün həyat sürənlərin vilayəti. Əli, yəni gözün açandan Peyğəmbər qucağında böyüyən, heç kimin İslamı qəbul eləmədiyi bir vaxtda İslamı qəbul eləyən, İslamı hamıdan çox müdafiə eləyən, İslamı hamıdan çox əməl eləyən, Peyğəmbərə hamıdan çox bağlı olan, Peyğəmbərin tövhid, İslamın, Peyğəmbərin gətirdiyi tövhid prinsipin hamıdan çox mənimsəyən kişinin vilayəti. Əhl-i Beyt, yəni kamil olanların vilayəti, ən kamillərin, ən yaxşıların, ən gözəllərin vilayəti. Əhl-i Beyt, yəni ən gözəl həyat müəllimlərinin vilayəti. İmam o kəsdir ki, soruşsalar sizdən imam kimdir? İmam sözünün mənası rəhbərdir, vəlidir, yəni öndərdir, o başqa. Amma imamın mənası nədir? İmam sözü, İslamda imam deyəndə biz İmam Əli, İmam Həsən, İmam Hüseyin, namaz kimi imam yox, ha, ümmətin imamı kimi imam. İmam yəni kim? İmam yəni atdığı hər addım, dediyi hər söz haqqa bağlı olan adam. Həqiqəti hamıdan yaxşı tanıyan insan. Həqiqətin özünə çevrilmiş adam. Varlığı həqiqətin əsəri olan insan imamdır. Varlığı həqiqətin əsəridir. İmam, yəni həqiqət bir ağacdır, meyvə verib imam yaranıb. İmam yəni bu. Allah ruhun şad eləsin, dəyərli ustadımızın Şahin Həsənlinin. Onu bir dəfə Məşhəd şəhərində onunla birgə olanda ziyarətdə, orada bir gözəl söz işlətdi. Deyir ki,
Uşaq məsələn dünyaya gəlir, uşağa nə lazımdır deyir. Qəşəng bir misal çəkdi. Dedi uşağa nə lazımdır? Bax qayğı, isti qucaq, mərhəmət, süd, altın təmizləyəsən, yatızdırasan və s. çox şeylər saymaq olar da təzə dünyaya gələn uşağa. Deyib bunların hamısını yığaq bir cümlədə deyək ki, uşağa ana lazımdır. O işlərin hamısını ana görür. İndi biz sayaq bu ümmətə nələr lazımdır? O lazımdır, bu lazımdır. Belə lazımdır, elə lazımdır. Bir kəlmə deyək, bu ümmətə imam lazımdır. İmam ümmətin eyni ilə körpə üçün ana kimdirsə odur. Eyni ilə körpə üçün ana kimdirsə odur. Ona görə də imam təkcə Allaha gedən yolu göstərmir. Mən imamdan fərqli olaraq Allaha gedən yolu göstərirəm. Amma imamın işi bir də bilirsiniz nədir? İmam həm Allaha gedən yolu göstərir, həm özü o yolu hamıdan öndə gedir. Heç kim ondan qabağa keçə bilmir. Ən öndə özüdür. Sən imanda hara gedirsən get, imamdan arxada qalacaqsan. İmamını keçə bilməzsən, imanda heç kim, imam odur ki, imanda heç kim ondan öndə deyil. Ola bilmir. İmam hamıdan imanda, hidayətdə, təqvada, əxlaqda, niyyətdə, paklılıqda, hər şeydə hamıdan öndə dayanır. Sənə demir, mənə çata bilməzsən, deyir, çata bilirsən, gəl çat. Gəl də gəl mənimlə. İmam həm haqq yolu göstərir, həm özü ən öndə gedir, həm də ona itaət edənləri ardıcan aparır. İmamın işi təkcə göstərmək deyil, həm də ardıcan aparmaqdır. İmam ardınca aparır insanları hidayətə tərəf. Yəni ona itaətin bir gözəlliyi var ki, imama itaətin bir gözəlliyi var. Həm də əlindən tutub aparır səni Allaha tərəf. Quran-ı Kərim İsra surəsi 71-ci ayədə buyurur ki, bu ayəni yaxşı yadda saxlayaq, bu qiyamətlə əlaqəli ayədir. Qulağımızda sırğı olsun bu ayə. Bir baxımından çox gözəl təsir eləyir bu ayə adama, bir baxımdan adamı qorxudur. Gözəl təsir eləyir ona görə ki, indi deyəcəm, oxuyacağım, sizin ürəyinizdə təpər gələcək. Mən bu ayəni oxuyanda narahat olmaqdan daha çox sevinirəm. Düzdür, narahat edici tərəfləri var. Amma daha çox sevinir adam. Siz də sevinəcəksiniz oxusam onu. Quran buyurur, İsra surəsi 71-ci ayə buyurur ki, يَوْمَ نَدْعُوا كُلَّ أَنَاسٍ بِإِمَامِهِمْ buyurur, yada sal o günü ki, yəni qiyaməti. Yavm deyəndə çox vaxt Quranda qiyamət günü nəzərdə tutulur. Yavmiddin, məsələn, yavm sözü. Deyir, yada sal o günü ki, insanların hər bir dəstəsi öz imamı ilə çağırılacaq. Adam bu ayəni oxuyur, arxayın olursan. Kaş elə məni öz imamımla çağıralar. Yəni kimi imam bilmirsən? Quran özü deyir, bunu mən demədim ki. Biz deyəndə ki, imamların ardıcan gedək, Quran da deyir, hərəni öz imamı ilə çağıracaqlar. Sual verəm, kimdir imamımız onda bəs bizim? Bugün imam kimdir? Axı Quran deyir, öz imamı ilə çağırılacaqlar. Kimdir imam? Əgər o imam yoxdursa, mücərrəddirsə, necə olur? Bu ayə onda mənə necə şamildir? Deyə bilərsiniz ki, kimi özünə rəhbər bilirsə, o ilə çağırılacaq. Razıyam. Bəli, bəli. Kimi özünə rəhbər bilir və mən də o kişini rəhbər, o kişiləri rəhbər bilirəm ki, onlar Allah tərəfindən hidayət nemətindən heç vaxt məhrum olmayıblar. Allahın özü tərəfindən hidayət olublar və itayət olunması ən dəyərli şəxsiyyətlərdirlər. Mən sevinirəm ona görə ki, mən Əlini imam bilirəm özümə Peyğəmbərdən sonra. Mən İmam Həsəni imam bilirəm, İmam Hüseyni imam bilirəm. Və Allaha gedən yolda kimə itayət edirəmsə də qiyamətdə onunla birgə olacağam. Mən Allaha gedən yolda yıxılıb dura-dura Əlini özümə imam bilirəm. Mən Allaha gedən yolda İmam Sadiqin yolunu izləyirəm. İmam Rızanın yolunu izləyirəm. İmam Musa Kazımın yolunu izləyirəm. İmam Muhammed Təqinin yolunu izləyirəm. İmam Həsən Əskərinin və öz zəmanəmizin imamının yolunu izləyirəm. Və mən əminəm ki, arxayınam ki, ən gözəl imam adına layiq olanlar bu kişilərdir.
Və mən bunları seçmişəm, ağlımla tanımışam, araşdırmışam, oturub baxmışam, müqayisə eləmişəm, həyatlarını izləmişəm, görmüşəm ki, müqayisə belə olunmayacaq dərəcədə səviyyə fərqi var. Müqayisə olunmayacaq dərəcədə iman fərqi var, əxlaq fərqi var, elm fərqi var. Hər nə gözəllik desəz deyin, hamısında fərqləri var onların. Və mən ən fərqli olanların, ən üstün olanların yoluna baş qoyuram ki, onlardır mənim imamlarım. Və mən arxayınam ki, ilahi, məni imamımla gətirəcəksənsə, elə mən razıyam ki, qiyamətdə desinlər ki, əlini imam bilənlər gəlsin və məni dəvət eləsinlər, sizi dəvət eləsinlər. Gör onda dünyanın xoşbəxtliyi biz ya yox. Gör onda sevinç göz yaşları bizim üzümüzdə axacaq ya yox. Gör onda bütün dünya bizə fəxrlə baxacaq ya yox. Amma kaş o gün doğrudan da dilimizlə əməlimiz ora çatana qədər düz olsun elə. Əli əleyhissalamın imamətin qəbul eləyən kişilərin həyatı kimi həyat yaşayaq inşallah. Əhl-i Beyt heç kimin tay tutula bilməyəcəyi qədər ali imamət məqamına sahibdir. Həzrət Əli əleyhissalam buyurur ki, insanlar öz ata-analarından daha çox özünə imam bildikləri şəxsə bənzəyirlər. Sözə baxın. Görün Allah nə gözəl qayda qoyub, nə gözəl prinsipdir bu. Ata-onundan daha çox kimi imam bilirsənsə ona bənzəyirsən. Kimi öz və öndər bilmirsən, ona başlayırsan bənzəməyə. Biz bəlkə də özümüz hiss eləmirik. Hamımızda Əhl-i Beytə bənzərliklər var. Özü də çoxdur. Nə qədər onları sevib, onlara itaat edirsənsə, bir Allah hədiyyə göndərir, o hədiyyə nədir? Onlara bənzəmək. Əhl-i Beyti sevmək və onlara itaat eləməyin nəticəsi onlara bənzəməkdir. Özünüzü kənardan baxa bir söz, mən bəzən şahid oluram, görürsən ki, bu kişinin elədiyi hərəkət Əhl-i Beytə bənzəyir. Bunun dediyi, bu söz Əhl-i Beytin sözüdür. Bunun bu cür rəftarı Əhl-i Beytin rəftarıdır. İnsan həmişə sevib itaat elədiyi imamına bənzəyəcək. İmam Allahın kitabını hamıdan yaxşı bilən və hamıdan çox ona əməl eləyən kəsdir. Ona bənzəməklə, ona itaat eləməklə biz Allahın kitabının, Qur'an-ı Kərimin əməli nümunəsinə bənzəyirik. İmam Qur'an-ı Kərimin canlanmış nümunəsidir. Canlansa Qur'an insana çevrilsə kim olar imam? Kim olar İmam Əli? Kim olar İmam Hüseyin? Kim olar İmam Səccad? Canlansa olar. Həzrət İmam Hüseyin əleyhissalam Bihar-ül Ənvarda bir hədis yazılıb, qeyd olunub İmam Hüseyin ağanın dilindən buyurulur. And olsun canıma, ağa öz canından decir. And olsun canıma, Allahın kitabı əsasında hökm eləməyən kəs imam ola bilməz. İmam nə öyrətdi bizə? Yəni imam hər dediyi sözü Allahın kitabının əsasında deməlidir. O adam ki Allahın kitabına, Qurana əsaslanmır, imam buyurur, imam ola bilməz. Ona imam deməyin, o imam deyil. İmam o kəsdir ki, ömrü boyu nə özü yoldan azmaz, nə dediyi sözlə kimisə yoldan azdırmaz. Və imamın təyinatı yalnız Allahın əlindədir. Desələr ki, hələ biz də deyirik imam. Gəlin yığılaq, imam seçək özümüzə, itaat eləyək ona. Mən də deyirəm, gəl zəhmət olmasa, bu Quran ayəsini oxu. Bəqərə surəsi 124. İnni cəilükə linnəsi imamən. Biz səni insanlara imam seçdik. Allah seçir imamı, öz başına deyil. Mən yığılıram, səni seçirəm, sən yığıl, məni seç. Sabah onu seçək, bunu seçək. Söhbət dini vəzifələrini yerinə yetirən imamdan gedir, ha. Bələdiyyə sədrindən, prezidentdən, icra hakimindən getmir. Bunlar ayrı məsələdir. Bu siyasi xadimdir. Söhbət dini imamdan gedir. Dini rəhbərlik olan imam. O imamı Allah seçir. O imam Allah tərəfindən təyin olunur. Quran özü buyurdu ki, imamı mən seçirəm. Yəni, ya İbrahim, səni insanlara mən imam təyin elədim. İnsanlar səni yığılıb seçmədi. Qara gözlü aşıq olmadı. Baxmadılar. Dedilər, Həzrət İbrahim yaxşı oğlandı. Gəlin imam eləyək onu. Nə qədər yaxşı oğlan olursa olsun, Allah seçməyibsə imam deyil. Ola da bilməz. Çünki Allah o kəs imam seçir ki, onun nə əvvəldə səhvi var, nə indi səhv eləyir, nə bundan sonra səhv eləyəcək.
o kəsdi imam ki, nə özü səhv eləyir, nə də cəmaatın səhv etməsinə səbəb olur. Və Allaha həmd olsun ki, biz o kişiləri tanıyıb onların ardınca getməyə çalışırıq ki, onların həyatının nə əvvəlində, nə də axırında səhv olmayıb. Bu nemətə görə Allaha sonsuz şükürlər və xanım Zəhra bu qapının şəhidi idi. İmaməti tanıtdırsın deyə şəhid olurdu. İmamət məzlum qalmasın deyə şəhid olurdu. Və biz bu gecə anamızın, imamların anasının, o imamlar ki, bugün biz onların tərəfdarıyıq, biz onları sevənlərdənik, o imamətin anasının şəhadət gecəsindəyik. Və mən istəyirəm bu gecə təvəssül eləyək anamız Həzrəti xanım Fatıməyə Zəhra salamullah əleyhaya.